Hər vaxtınız xeyir olsun əziz şagirdlər, müəllimlər və Aydın Nazimlə Öyrən səhifəsinin izləyiciləri. Bu gün sizlərlə bir qayda izahını təqdim edirik və həmin qayda izahını keçməmişdən əvvəl dərslərimiz barəsində məlumat vermək istəyirəm. Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinə hazırlaşmaq istəyirsinizsə, gördüyünüz 050 880 71 89 nömrələri ilə əlaqə saxlayaraq bizim dərslərimizlə maraqlana bilərsiniz. Və bizim dərslərimizə qoşulub yüksək nəticə əldə edən şagirdlərin siyahısını da görmək istəyirsinizsə, Instagram səhifəsindən də baxıb şagirdlərlə tanış ola bilərsiniz. İndi isə bugünkü qaydamız barəsində məlumat verim. Kinin bağlayıcı, ədat yoxsa şəkilçi olması məsələsidir. Bu 7-ci sinif materialında olan bir qaydadır və buraxılış, blok imtahanında da qarşımıza çıxa bilər. Bunu öyrənmək üçün sizlərə düsturu təqdim edəcəm və həmin düsturu unutmasanız rahatlıqla bunu tapa bilərsiniz. Düsturumuz hansıdır? Birinci düstur. Əgər bağlayıcı formasını tapmaq istəyiriksə, bizə lazım olan düstur məhz bu olacaq. Cümlə yazılmalıdır. Cümlə bitdikdən sonra ki gələrsə və daha sonra yenə cümlə gələrsə, bu halda gözünüzün gördüyü ki bağlayıcıdır. Əgər durğu işarəsi də buraxılırsa. Misal üçün, evə gəlmişdim ki zəng vuruldu. Diqqət yetirirsinizsə, evə gəlmişdim cümlədir, zəng vuruldu cümlədir və həmin iki cümlənin ortasında işlənən ki bağlayıcıdır. Demək ki, bağlayıcı olduğunu biz necə tapırıq kilərdə? Cümlələrin arasında işlənərsə. İstisnamız varmı? Var. İstisnanı da qeyd edir. Əgər cümlə eyni sözün təkrarı ilə yaranırsa, bu halda ədat olacaq. Misal üçün, gəlmir ki, gəlmir. Oxumur ki, oxumur. Yazmır ki, yazmır. Çəkdiyimiz bu videonu bəyənmir ki, bəyənmir. Like eləməyi unutmayın bu arada. Buradakı kini ədat mövqeyi kimi olacaq. Çünki eyni feil təkrarlanır. Unutmayın, bu da istisnasıdır. Deməli, kinin bağlayıcı olduğunu necə tapırıq? Cümlə ki, cümlə qaydasından tapırıq. İkinci düsturumuza nəzər salaq. İkinci düsturumuzu bu formada olacaq. İkinci düsturumuz ədat formasını necə tapaq? Ədat olduğunu. Ədat bilmək üçün bizə iki hal lazımdır. Birinci halımız hansıdır? Söz, daha sonra ki, ondan sonra gəlməlidir cümlə. İkinci sxemdə isə cümlə və daha sonra ki gəlməlidir. Baxaq, sözümüz olsun mən. Mən ki deməmişəm. Fikir verirsinizsə, buradakı mən sözdür. Və sözdən sonra gələn bir ki, kidən sonra deməmişəm də bitmiş fikir ifadə elədiyi üçün cümlədir. Və bu haldakı ki nə olacaq? Ədat olacaq. Bunun istisnası belə yoxdur. Cümlə ki də budur. Bu birinciyə aid olandır. Cümlə ki də budur. Oxumadım cümlədir. Oxumadım ki, yazmadım ki, danışmadım ki. Bu tipli cümlələrdə ki yenə ədat mövqeyində olacaq. Deməli, kinin ədat olmasını bilmək üçün söz ki cümlə, bir də ki cümlə ki formasında olması lazımdır. Bu da ədat mövqeyində iştirak edəcək. Daha sonra sonuncu şəkilçi missiyası olan var ki, bunu da tapmaq çox asandır. Çünki ki şəkilçi kimi işləndikdə sözlərə bitişik yazılmalıdır və bitişik yazılıb sifət əmələ gətirəcək. Testlərdə görə bilərik, misal üçün belə bir söz var. İndi boşluq ki, bir də indiki yazılır. Fikir verirsinizsə, şəkilçi kimi olanda eyni vurğunun altında deyilir. Yox, əgər bir haldakı indiki tipli sözlərin içərisində olanda isə burada müstəqil formada işləniləcəkdir. Unutmayın, yəni şəkilçi kimi işlənən ki birbaşa sözün kökünə qoşulur və yalnız hansı sualına cavab verəcəkdir. Və istisna əlavə bir qaydanı da deyimizsə ki, kidir, dakı şəkilçisidir, gildir və sız şəkilçiləri. Məhz bu 4 şəkilçidən əvvəl qrammatik şəkilçi gələ bilər.
və bu halda da başlanğıc formanın içərisində qrammatik şəkilçi də öz əksini tapa bilər. Qaydamız məhz bu formadadır. Əgər video sizin üçün faydalı olsa, videonu bəyənməyi, dostlarınızla paylaşmağı və hətta şərh yazsanız çox da gözəl olar. Uğurlar sizə növbəti qayda izahında görüşənə qədər.